Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və sallallahu ala Muhammedin və alihi tahirin. Salam arz edirik. Bu 5-ci dərsidir. Ulum-i hədis dərsindən. Keçən dərsidə Əhl-i Sünnətin hədis tarixin eşitdik və söhbət olundu. Bu iki Əhl-i Sünnət 100 il xəlifələr icazə vermədilər, mani oldular, hədis nəql olunsun və yazılsın. 100 ildən sonra Ömər ibn Əbdüləziz zamanında icazə verildi ki, hədis deyilsin və hədis yazılsın. Əvvəlin kitabları ki yazıldı, 150 ildən 150-ci Hicri ildə başlandı və ondan sonra kitablar yazıldı. Amma görək ki, bu dərsidə istəyirik görək, Şiənin hədis tarixi nə cür qabağa getdi. Şiənin hədis tarixi Əhl-i Sünnət ilə çox fərqi var. Fərqlərindən biri budur ki, Şiə mani olmadı heç vaxt, heç zaman ki, hədis deyilsin ya yazılsın. Peyğəmbərimizin zamanından öz Peyğəmbərimiz necə ki, Quranda da möminləri təşviq eləmişdi. Deyilmişdi ki, möminlər Peyğəmbərin, hədislərin, sözlərin və yaxşı sözləri yazsınlar və hətta müamilə eləyirlər, alver eləyirlər, onları da yazsınlar, saxlasınlar. Şiələr Peyğəmbər zamanından hədis yazmaqlığa və onu nəql eləməkliyə qail idilər. Peyğəmbərimiz özü 40 hədis hifz eləməkliyi və ona əməl eləməkliyi möminlərə demişdi. Şiələr Peyğəmbər zamanında və ondan sonra da imamlar zamanında bu 40 hədis hifz olmaqlığa əməl eləyəydilər. Nə Peyğəmbər, bəlkə imamlarımız da 40 hədis hifz eləməkliyə təşviq eləyəydilər və buyurardılar ki, hər mömin 40 hədis hifz olsun və ona əməl eləsin. Bəs Peyğəmbərimizdən sonra xəlifələr mani oldular, amma o az iddə Şiə möminlər ki var idi, bunlar hədisi nəql eləməklikdən və yazmaqlıqdan əl çəkmədilər. İkinci fərq budur ki, Şiələr Peyğəmbərimizin zamanından başladılar yazmağa və bu kitabları yığdılar. Bu sənədləri yığdılar. Nə fəqət hədisləri hifz eləyirdilər, yadlarında saxlayırdılar, bəlkə Peyğəmbər zamanında və Peyğəmbərdən sonra Əmirül-Müminin və o birisi imamların zamanında hədis ya bir sünnət, bir kəlam ya sünnəti eşidirdilər, bunu yazırdılar, məktub eləyirdilər. Əvvəlin kitablardan ki qalıbdı, yazılıbdı, Peyğəmbərimizin zamanında Kitab-ı Əlidir. Kitab-ı Əli əvvəlin kitabdır ki, Peyğəmbərimizin sözlərin Əmirül-Müminin yazıblar və saxlayıblar. Müshəf-i Fatimiyyə Zəhra ki, Peyğəmbərimizin sözləri Fatimiyyə Zəhra yazıblar. Səhifə-i Fatimiyyə Zəhra varımız ki, bunları sonra bir-bir adlarını deyib, bunların tozih deyiləcək ki, bu kitablar dəqiqən nə cür yazılıb və hangi sözlər var imiş. Müshəf-i Fatimiyyə Zəhra Peyğəmbərimizin zamanında yazılıb. Səhifə-i Fatimiyyə Zəhra Peyğəmbərimizin vəfatından sonra yazılıbdır. Müshəf-i Əli əleyhissalam ki, Peyğəmbər zamanında yazılıb. Kitab-ı Səlman
Peyğəmbərimizin zamanında yazılıb. Əbu Zər də bir kitab yazıb. Yenə Peyğəmbər zamanında yazıb. Süleym ibn Qeys Peyğəmbərimizin vəfatından biraz sonra yazıbdı. Tohid-i Müfəzzəl və Misbah-ı Şəriə İmam Baqir və İmam Sadiq əleyhissalamın zamanında yazılıbdı. Bu kitabların çoxu bizim əlimizdə deyir. Müshəf-i Fatimiyyə Zəhra, Kitab-ı Əli, Müshəf-i Əli əleyhissalam, Səlmanın kitabı, Əbu Zərin kitabı, bunlar bizim əlimizdə deyir. Yetirməyibdir. Amma o zaman kitablarda var imiş və ravlar bilirdilər ki, bu kitablar yazılıblar. Əlbəttə, Müshəf-i Fatimə, Müshəf-i Əli indi imamlarımızın əlində idi. İmam Sadiq əleyhissalamın zamanında var idi, imamın əlində idi. İmam Rıza əleyhissalamın zamanında var idi, imamın əlində idi. Çox vaxt imamdan bir söz soruşanda buyurardı, gedim o kitaba baxım deyim. Və imamlar bir-birinin əlinə veriblər və indi Həzrəti Sahibül Əmr, Həzrəti Sahibül Zəmanın əlindədirlər. Amma əvvəl kitabı ki, əldə vardı, Kitab-ı Süleym ibn Qeys idi ki, indi də qalır bu kitab və neçə dilə də tərcümə olunubdur. Ki, Süleym ibn Qeysin kitabı Peyğəmbərimizin vəfatından sonra yazılıb. Üçüncü fərqi ki, Şiə və Əhl-i Sünnətin hədis tarixində vardı. Budur ki, cəələ hədis, ümumi cəələ hədislər Əhl-i Sünnətin içində var imiş. Amma Şiənin içində ya cəələ hədis yox imiş, ya olsa çox az. Cəələ hədis, yəni hədis qoşmaqlıq. Şiələr azırdı, tedadları az idi və bir-birlərini tanıyırdılar və əvvəldən də hədis deyilmişdi. Heç vaxt mani olunmamışdı. Ona görə çoxlu illətlər var idi ki, şiələrin içində hədis cəl eləməklik, hədis özlərindən qoşmaqlıq yox idi. Amma Əhl-i Sünnətin içində hədis cəli çox var idi, ümumi idi. İndi görək ki, hangi dəlillər, hangi illətlər var imiş ki, Əhl-i Sünnətin içində hədis cəl eləməklik var idi, amma şiənin içində bu ya yox idi, ya olsaydı çox-çox az. Biri budur ki, onlar 100 il hədis nəqlin, deməyin və yazmağın mani oldular. 100 ildən sonra istəyələ hədis yazala, zehnilərdən silinib gedib. Onlar ki, bir-birlərinə deyiblər, ana atadan gəlibdi, bunlar çox sözlər əvəzləşərlər. O zaman ki, 100 il fasilə düşür, söz əvəzləşər. Bəs bir illəti budur ki, bunlar 100 il mani oldular hədisə. Və halbuki, şiənin içində bu mani olmaqlıq yox idi və ittisal var idi hədis nəqlində. İkinci budur ki, bu 100 ildən sonra xəlifələr çox caizə və mal payladılar hədis deyənlərə və rivayət deyənlərə. Çoxlu adamlar ona görə ki, bir hədiyə alsın, bir mal alsın, xəlifədən hədis nəql eləyirdi. Hədis özündən qoşuydu, hədis deyirdi, rivayət deyirdi, tabi ki, çox mal yığsın, xəlifələrin himayətlərindən çox istifadə eləsin. Üçüncü budur ki, 100-150 ildən sonra ki, dedilər, hədisi kitablar yazılsın və hədis yığılsın, Yəhudi və Məsihi alimlər ki, qatışmışdılar müsəlmanların içinə, bunlar fitnə əngizi elədilər.
fitnə elədilər və İsrailiyyat hədisləri, yəni öz hədislərin və öz dinlərində olan sözləri müsəlmanların hədislərinin içinə qatdılar ki, müsəlmanları öz dinlərindən münhərif eləyib eşiyə çıxaldılar. Əhli Yəhudi mallaları, Məsihi mallaları bir fürsət gördülər ki, eləyə bilərlər öz sözlərin və öz dinlərin Peyğəmbər hədislərinin içinə qatsınlar. Və bunlar da ayrı bir dəlil idi ki, bais olur, hədis qoşulsun və cəəl hədis olunsun. Bu cəəl hədis o qədər var imiş ki, İbn Həmbəl özü deyir, mən 750 min hədis mənim əlimə çatdı. Bunların içindən fəqət 27 min. Bunların içindən fəqət 27 min 700 hədisi səhih gördüm. Bunların qalanı qoşmadır. Bunların qalanı düzdə idilər, yalan idilər. Və necə ki, Buxari deyir, mənim əlimə 600 min dənə hədis yetirdi. 600 min hədis. Ki, bunların içindən fəqət 7500 hədisi səhih gördüm. Və Müslim deyir ki, 300 min hədisin içindən fəqət mən 7300 hədisi səhih bildim. İbn Cuzi bu cəli hədis və hədis qoşmaqlığın qüssəsini yuxarı bilir və tozih verir ki, nə cür olur ki, hədis o qəd qoşurlar və Peyğəmbərin sözlərinin içinə qatırlar ki, istəyirlər dini təhrif eləsinlər. Burhaniddin Hələbi deyir ki, 880 nəfər ravi var idi ki, bunlar hədis qoşuydular. İşləri hədis qoşmaqdır. Bu 880 nəfər diqqət eləməlidir. Hərəsi gündə fəqət bir hədis qoşsala, göy nə qədər hədis qatışar düz hədislərin içinə. Əllamə Əmini buyururlar ki, 700 nəfər tanınmış adamlar əhl-i sünnətin içində hədis qoşuydular və möminlər bilmirdilər ki, hangi hədislər düzdür və hangi sözlər yalandır. Bəs bu üçü gördük ki, əhl-i sünnətin öz alimləri deyirlər ki, hədis 100 ilmani olmaqlığı və sonra xəlifələrin caizə hədiyyə verməkləri, mal verməkləri və Yəhudi və Məsihi alimləri fitnə eləməkləri nə cür bais olur ki, bu qədər hədis qoşula və yalan sözlər Peyğəmbərimizin sözlərinin içinə qatışa. Görürük ki, əhl-i sünnətin indi bu kitablar da ki yazılıbdır, bu yalanların içindən seçiblər. İndi nə cür seçiblər? Özü sual vardı. Hardan biliblər ki, vaqəən, həqiqətən bu hədis Peyğəmbərin hədisidir? Çox çətin işdir. Bəzi o kitablar ki yazılıbdır və yalan hədisləri orada tozih deyib ki, bu hədisləri ki seçiblər və bizə qalıb. Nə o yüzlər min hədis ki, bunlar seçməyiblər, qoyublar kənara. Nə? Bəlkə o hədisləri ki seçiblər, o hədisləri ki seçilib, genə bunların içində yalanı çoxdur. Bu kitablar ki görürük, Əl-Muvzuat, Əbul-Fərəc İbn Cuzi yazıb, Əl-Alil, Məsnuə, Siyuti. Bunların hamısı
əhl-i sünnət alimləridir. Bu kitablar yazılıblar ki, deyirlər bu hədislər, məsələn Buxari ya Müslümin kitabında bu hədislər yalandılar, zəlidirlər, qatışıqdılar. Burhaneddin Hələbi Əl-Kəşful Hədis Əmmən Rəma Bivəl El-Hədis kitabı yazıb. Ya Əbul-Məhasin Əl-Lollu'l Mərsu yazıb kitabı. Əl-Mövzuat kitabın Sən'ani yazıb. Təzkirətul Mövzuat kitabın Müqəddəsi yazıb. Qanunul Mövzuat yenə Müqəddəsinin kitabıdır. Əl-Mövzuatul Kəbir Molla Əliyə Qari və Əl-Mövzuatul Soğra yenə Molla Əliyə Qarinin kitablarıdır ki, bu kitablarda yazıblar. Bu kitablarda yazıblar ki, bu ravilər ki, hədisi qoşurmuşlar, hangi ravilərdir? Və o hədisləri ki, qatışıblar və yalandılar, hangi hədislərdir. Amma axır söz, şiələrin hədis saxlamaqlarından, hədis deməklərindən və bu Peyğəmbərimizin, Əmirul Mömininin və o birisi imamlarımızın hədislərin bizə yetirməkliklərin nağılın deyə. Peyğəmbərimiz zamanında bu kitablar yazıldı, bu hədislər hifzlərdə, zehnilərdə, qəlblərdə oldu. Amma Peyğəmbərdən sonra çətin idi Peyğəmbərin hədisin deməklik. Peyğəmbərin sözün və sünnətin deməklik. Mani oluydular. Əmirul Möminin zamanında və ondan sonra da Əlinin və Peyğəmbərin sözlərin və nağılların deməklik imkanı yox idi. Amma şiələr gizlin bir-birlərinə deyirdilər. Bəzi vaxt bəzi şiələr uca səsi ilə deyirdilər ki, hamı umum möminlər eşitsinlər. Əbu Zər neçə dəfələr çıxardı Mədinədə eşiyə, ucadan deyərdi möminlər, sizə yada salıram Peyğəmbərin bu sözün və bu sünnətin niyə yaddan çıxartmısınız? Ya Məkkədə çıxardı, deyərdi ki, Peyğəmbərimiz bu cür sözləri var və bu cür sünnəti var. Və Peyğəmbərin səhabəsini ki, vardılar, soğuşun. Əbu Zəri neçə dəfələr tutdular, şallaq vurdular, kötək vurdular. Axırda da öldürdülər. Ya Əmirul Möminindən sonra İbn-i Meysəm-i Təmmar Əmirul Mömininin köməklərindən, şiələrindən idi. Təmmar deyirlər, ona görə ki, bu xurma satan idi. Əlinin, Əmirul Mömininin və Peyğəmbərin hədislərini çox deyərdi. Əbu Zərə bənzər bir mömin idi. Şiələr, dedim ki, şiələr bir-birlərinə yavaş deyərdilər bu hədisləri, bu sözləri. Amma bəzi şiələr var idilər ki, ucadan deyərdilər ki, umum müsəlmanlar eşitsinlər. Meysəm onlardan idi. Kufədə uca səsi ilə, məsciddə, bazarda Əlinin hədislərin deyərdi, Əlinin sünnətlərin deyərdi, Peyğəmbərin sünnətlərin və hədislərin deyərdi. İmam Hüseyin Kərbəlaya 10 gün qalmış gəlməyinə İbn Ziyad Meysəm-i Təmmari Kufədə tutdular. Eşitdilər ki, bir nəfər var Meysəm-i Təmmar adında, Əlinin, Peyğəmbərin, Həsən-i Hüseynin sünnətlərin və sözlərin yardıyır, deyir. Meysəm-i Təmmari tutdu. Meysəm-i Təmmarı tutub və bir xurmadan asdım onu. Əl-qolun qət elədi və 3 gün oyda qaldı. Meysəm-i Təmmar
xurma ağacının üstündə əl yox, qol yox, qış yox. Səsləyirdi ey möminlər, onlar ki istəyirlər Əlinin, hədisin, sözün, Həsən Hüseynin sözün eşitsinlər, gəlsinlər mən deyim. Möminlər yığışırdılar o xurmanın dövrəsinə. Əlinin sözün, Peyğəmbərin sözün, Həsən Hüseynin sözün eşidirdilər və ağlayırdılar. İbn Ziyad gördü bu cür olmaz. Dedi, bu meysəmin əl-qolun, qıçın qət eləmişik. Dilin də qət eləyin, dilin də kəsin. Meysəm-i şəhid dili də kəsildi. Bir müddətdən sonra şəhid oldular və neçə gün bədənləri o xurma ağacının üstündə qaldı. Bəli, hədis bu cür bizə yetişib. Hədisi və Peyğəmbərin sünnətin şiələr bu cür saxlayıblar və bu cür can veriblər, zəhmət çəkiblər ta biz şiə, əhl-i sünnət kimin hədislərimiz aradan getməsin və yalan hədislər içinə qatışmasın. İnşallah gələn dərsidə şiənin hədis tarixini çox eşidəcəyik. Allaha tapşırıq.